Və düşünmə ki, nəfsin sənə, möhtərəm qardaşlar, hər zaman bunu düşünməliyik. Düşünmə ki, nəfsin sənə xeyir işləri təşviq edəcək. Bu ayət-i kərimədə Yusuf surəsində gələn İnnən nəfsə ləəmmaratun bisu. Həqiqətən nəfs pislikləri əmr edir. Hər zaman pislikləri əmr edir. Və hər bir şəhvəti, hər bir günahı gördüyü zaman ona meyillənir. Nəyə görə möhtərəm qardaşlar? Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki, Zuyyinə linnəsi su'u a'malihim. Çünki onların günahları Zuyyinə linnəsi zinətlənir. Şeytan nə edir? Onu zinətləndirir, gözəlləşdirir. Baxırsan, bəzən möhtərəm qardaşlar, bir günahı görürsən, bir haramı görürsən, bəzən ona normal bir şəkildə yanaşsan, onun heç bir dəyəri yoxdur. Ancaq o günah, o haram sənə bəzən elə gözəlləşir ki, dünyanın ən gözəl, zinətli bir əməli kimi, əşyası kimi bəzən baxırsan, o sənin gözündə canlanır. Səbəb nədir? Onu edən nədir? Şeytan və həmçinin də nəfsimiz. Çünki şeytan nə istəyir? Nəfsimizlə cəmləşir və istəyir ki, bizləri haramlara sürükləsin. Çünki bəzən günahlar şirin olur, möhtərəm qardaşlar. Nəyə görə? Səbəb odur ki, o bəzənir, zuyyinə, zinətlənir. O zinətləndiyi zaman biz insanlar onu gözəl görürük. Və insanlar hər zaman ona meyil edir. O günahı etmək istəyir. Ancaq, necə ki İbn Qayyim rahimehullah gözəl bir tövsiyə edir bizlərə, buyurur ki, o günahı anında, o günaha yox deyə bilsək, vallahi onun ləzzətini insan yaşadıqca dadacaq. Əgər o günaha yox deyə bilməzsə, nə baş verir, möhtərəm qardaşlar? İnsanın qəlbinə qara bir nöqtə düşür. O nöqtə vaxtla böyüyür. Vaxtla keçdikcə o qara nöqtə böyüyür, hətta gəlir o insanın qəlbini tam bağlayır. Və sonra nə olur, möhtərəm qardaşlar? Yəni onun qəlbinə möhür vurulur. Və artıq Allah qorusun, o möhür qəlbə vurulduqdan sonra ona heç bir xeyir tövsiyə ona təsir etmir.